Salam, adım Aqildir. Bugün Aslan STB panel zavodundayıq. Bugün sizə panellərlə bağlı məlumat verəcəm. Panellər montajdan əvvəl zədələnirsə, bunun səbəbi daha çox yükləmə, boşaltma və saxlanma zamanı edilən səhvlər olur. Gəlin indi isə ən çox edilən səhvlərə baxaq. Daşınma zamanı hərəkət edən panel kənarlardan əyilir, keçmə hissəsi zədələnir və boya örtüyü cızılır. Panellər mütləq düzgün qaydada sabitlənməlidir. Əgər sabitləmə zamanı kəmər normadan artıq sıxılarsa, bu da panellərin kənar hissələrdən deformasiya olmasına səbəb olacaq. İkinci səhv forklift və ya kranın səhv istifadəsidir. Zavodumuzda yükləmə zamanı xüsusi forkliftdən istifadə olunur. Panel düzgün olmayan üsulla qaldırıldıqda bükülür, zədələnir. Xüsusilə də uzun panellər 4 və ya daha çox nöqtədən sabitlənərək qaldırılmalıdır. Kranla yükləmə boşaltma zamanı travers kimi xüsusi vasitələrdən istifadə edilməlidir. Üçüncü səhv panellərin düzgün olmayan qaydada saxlanılmasıdır. Çoxları düşünür ki, panel əgər paketlidirsə, açıq havada da saxlamaq olar. Amma bu yanlışdır. Açıq havada paketdə üst-üstə saxlanılan panellər günəşdə qızır, gecə soyuyur və paket içində kondensasiya yaranır. Nəticədə metal örtük rütubətli şəraitdə qalır və bu, uzun müddətdə korroziyaya gətirib çıxarır. Xüsusilə daş yünü panellərdə rütubət izolyasiyanın performansını aşağı salır. Panellər qapalı və yaxud da yarı qapalı, yaxşı havalanan sahədə bir müddət saxlana bilər. Doğru daşınma keyfiyyətin bir hissəsidir.